Uşaqlar, səhifə 42 ilə davam edirik. Burada olan 4, 5, 6, 7. 4 dənə məsələ ilə davam edirik. Baxaq görək səhifə 42-də məsələmiz 4 nömrəli məsələdə nə deyilir? Samir, bax burada şəkillər də verilir, bacı qardaş. Samir dostuna hədiyyə almalıdır. Hədiyyənin qiyməti 25 manat 60 qəpikdir. 25 tam %60. Onluq kəsirlə belə göstərilir. Hədiyyə aldı. O məbləğin 13 manat 60 qəpiyini, yəni 13 tam %60 manat özü qoydu. Pulun çatışmayan hissəsini isə bacısından götürdü. Sonra həftədə 3 manat olmaqla qaytardı. Samir borcu neçə həftəyə qaytardı? Belə mən məsələni burada qeyd eləmişəm. Deməli, həmin danışdıqlarımı yazmışam elə burada. Samir dostuna hədiyyə almalıdır. Bu qədər qiyməti 25'dən %63. Bacısından nə qədər aldı? O bacısı o borcu neçə həftəyə qaytardı? Baxaq görək nə qədər borc eləyib. 25 tam %60'ın 25 tam %60. Bu hədiyyədir. Hədiyyənin qiymətidir. Manat da yaza bilərik burada. Bundan özü qoyanı çıxaq. Özü 13 tam %60. 60 manat pul qoyub. Hədiyyə almaq üçün. Deməli, nə qədər olur? 12 manat. 12 manat bacısından alıb. Sonra 12 manatı 3 manatlarla qaytarıb. Hər həftəyə 3 manat. Görəsən 12 manatın içində neçə dənə 3 manat var? 12 manatı bölürük 3 manatlara. 3 manatlara bərabərdir 4. Deməli 4 dəfə 4 dənə 3 manat qaytarmalıdır. Yəni hər həftədə bir 3 manat olarsa 4 həftəyə qaytarıb qutaracaq. 12 manat bölünsün 3 manat 4. Cavab 4 həftəyə. Sual belədir ki, o borcu, yəni bacısına olan borcu neçə həftəyə qaytarar? Cavab 4 həftəyə. Çox çətin də məsələ deyildi. Sadə bir məsələ idi. Məsələ 5-də nə deyilir? Qiyməti 1100 olan kompüteri dayı, görüm kimin dayısıdır bu adı yazılıb. Aynurun dayısı. Mən birbaşa dayı yazmışam. Qiyməti 1100 manat olan kompüteri dayı 6 ay müddətinə aldı. Deməli, nəqd verməyib 6 ay müddətinə hissə verəcək. Əlavə ödəniş 166 manat oldu. Deməli, həm 1100 manatı verəcək, həm də nisiyə. Nisiyə bilirsiniz nədir? Nəqd pulu elə dəfən sayıb verib götürmək deməkdir malı. Yox, biraz hissə pulu verəndə ona deyirlər nisiyə. Yəqin ki, bu söz də bir Azərbaycan sözüdür. Azərbaycan dilində olan sözdür. Bunu da bilsəniz yaxşı olar. 166 manatda əlavə pul oldu. Bir aya neçə manat pul ödəmək lazımdır? Ondan 1100 manat. 1100 manat. Bu kompüterin pulu. Üstünə gələk 166 manatda buna əlavə ödəniş elədilər. Olacaq 1266 manat. Bunu da nə qədər vaxta götürüb kompüteri? Deməli, 1100 manat kompüteri 6 ay müddətinə. Deməli, 1 ilə yox, 6 ay müddətinə bu qədər pulu ödəməlidir. Yəni, 1266-nı, qoy aşağıda boş yerimiz var, orada yazım. Siz isə səliqə ilə biraz bu yanda yazarsınız. İkinci misalda, qoy elə burada yazım sizə, çətin olmasın. 1266 bölürük 6 aya. 2 dəfə. 2 dəfənin 6, 12. Bu məsələləri təkrar verməklə siz həm də əməllər, çıxma əməli, məsələn, bir məsələnin içərisində üstə gəlmə əməli, burada da bölmə əməlini biz yerinə yetiririk. 0,
altını düşürürük. Altının da içində 6 bir dəfə. 6 çıxanda 0, yenə də bu altını düşürürük. Yenə bir dəfə. Deməli, bir aya 211 manat. Cavab, məsələmizin cavabı, 5 nömrəli məsələnin cavabı 211 manat eləyər. Manat. Yəni, dayı, Aynurun dayısı kompüteri götürüb 6 aya hər ayda 211 manat ödəməklə kompüteri götürmüşdür. Məsələ 6-ya baxaq. Kitabda olan, təkrar kitabdan oxumuram uşaqlar. Çünki elə burada qısaca yazmışam. Ailənin aylıq gəliri 2600 manatdır. Yəni, bayırdan qazandıqları pul bir ayda 2600 manatdır. Aylıq xərcləri isə burada dəyişilən məbləğlər də var, dəyişilməyən məbləğlər də var. Yəni, telefon pulu da var burada. Mobilni telefonun pulu, yəni o birisi kompüterin pulu, digər pullar, dəyişilənlər də var. Qaz pulu, işıq pulu, bunlar dəyişiləndir. Cəmi 1200 manatda xərc olur. Deməli, xərci çıxır ailəni saxlamaq üçün 1200 manat. Ailə böyüklərini. Deməli, 2600 alır ayda, 1200-ü işlənir, 1200. Ailənin aylıq yığımını tapın. Bir ayda yığım nə qədər olar? Yəni, 2600 çıxılsın 1200. Xərclənilən hissə budur. Bərabərdir. 1200 çıxsaq 1400 qalar. 1400 manat hər ayda üst-üstə qoyub bir daxılda, pul daxılında saxlamaq olar. Bir il ərzində 14 minlik, burada həm sözlə yazmışam 14 minlik, həm də rəqəmin 14 min manatlıq maşın almaq üçün hələ %14 də əlavə ödəniş olmalıdır. 14 minin %14-ü. Əlavə ödəniş, ona gücləri çatacaqmı bu yığımla? Bir il ərzində hesablayaq əvvəlcə görək. Əlavə ödəniş neçə manatdır? Birinci onu tapaq. 14 mini bölək 100-ə. 14 min bölünsün 100-ə. Buna görə eləyirik ya. Vururuq 14-ə. Bərabərdir. 14 mini 100-ə bölüb 14-ə vuranda, mən burada 14 mini 100-ə böləndə 14 mindir, 1400-dür. Yox, maşının qiyməti 14 mindir. 100-ə bölsək 140 eləyər. 140-ı da 14-ə vurmalıyıq. Mən bunu kənarda vurub yazacağım. 140. Deməli, 100-ə bölmək üçün 100-də 2 sıfır olduğuna buradan da 2 sıfırı silirəm. Qalır 140. 140-ı 14-ə vuracağım. 140 vurulsun 14-ə. Bərabərdir. Eləyər 1960 manat. 1960 manat. Bu əlavə gəlir. 14 minin üstə bu da gələcək. Ailə banka cəmi nə qədər ödəmə ödəyəcək? Bu qədər. 14 minlik maşını almaq üçün. Birinci 14 min maşının qiyməti. Manat yazaq. Bura M hərfi yazıram. Üstə gəl. 1960 manat. Bu üstə gəldi. 1960. Buna da manat yazaq. Nə qədər olacaq? Deməli, 1960 manatın üstünə gəlirik. 14 mini. Bu da eləyər 15.960 manat. 15.960 manat. Bu qədər ödəməlidir banka. Banka deyirəm, bankda deyilir, bankda deyilir. Bir il ərzində xərclər dəyişərsə, bir il ərzində xərclər dəyişməzsə, ailə krediti qurtara bilərmi?
Dəyişməzsə 1 il ərzində ailə nə qədər qazanacaq? Ailənin gəliri 1400 manatdır. 12-yə vururuq 1400-ə. Bir ayda bu qədər evdə pul qalır. Daxıla əvvəldən dedik ki, bu qədər xərcləri çıxırıq evə gələn puldan. Bu qədər qalır. 1400-ü vururam 12-yə. Vururam 12-yə. Görək bizim bu banka olan borcumuz alınacaqmı? 1400 ayın yığımı idi. Ayda artıq qalan pul idi. 12 ayda, yəni bir ildə nə qədər pulumuz yığılıb daxılda? Ona baxaq, görək. Maşına çatacaqmı? 1400 vurulsun 12-yə. Bərabərdir. Nəsə bu yaxşı göstərmədi. 1400 vurulsun 12'ye. Bu da beraberdir. Neyse burada ben düzgün göstermiyor bu da. Niye göstermiyor bilmiyorum. Beraberdir. Ben bunu elə yazılır sizin yanınızda vurun. Burada nəsə cihazımız yaxşı işləmədi. 14'ü vuraq 12'yə. 14'ü vururam 12'yə. Üstünə 2'dən 0 da yanına yazıram. 14 vur 12, 8, 2, 4, 1, 8, 6, 16.800 elədi. 16.800 manat. Deməli bu qədər yığılır daxıla il boyu. 1400 manatdan. Manat. Bunların biraz yuxarı qalxdı. Başqa hərf oxşadı. Manat deməkdir. Bu manat yazaq. Deməli 15.960. Bu da 16.800. Hətta burada 15.000'dir, burada 16.000'dir. Pulu çatar mı maşını almağa? Sualda da belə idi ki, almaq üçün bu qədər əlavə ödəniş eləyir. Qaytara biləcəkmi? Cavab, ala bilərmi? Qaytara bilərmi? Cavab, burada yazıram, bəli. Cavab, bəli. Yəni, pulu qaytara biləcək. 7-ciyə baxaq. 7-ci də kitabdandır, uşaqlar. 7-ci də kitabdandır. 65.000 deməli, şirkət üyəsi, şirkətin böyüyü pul götürüb. 65.000 əlavəsi ilə qaytarmalıdır. Görək, hələ 65.000'i qazanıb mı? Baxaq, görək. 20.000 qazanıb yanvar ayında 15.000 işlədib. 4 ay belə 5.000 qazanıb. 5.000, 5, 5, 5. Bu 20.000. 5, 5'dən 20.000. Burada isə 10.000, 30.000, 30. Deməli ki, 20.000 bu düz xət boyunca qazanıb. Sonra 1, 2, 3, 4 dənə də 10.000 qazanıb. 40.000, 60.000. Burada heç nə qazanmayıb. Bərabər olub. Göy xət qazancı göstərir. Bu isə çıxarı. Qırmızı çıxarı göstərir. Xərci. Ondan sonra burada isə heç nə qazanmayıb. Sentyabr ayında. Oktyabr, noyabr, dekabr ayında da 5.000 qazanıb. Bu da olur 15.000. 65.000 qazanılıb. Elə bu şirkət 65.000 götürüb. Elə bu buradan da qazancı bunun qazandığı elə 65.000'dir. Əgər şirkət faizə götürübsə, %14 götürübsə, o əlavə pulu ödəyə bilməyəcək. Cavab yazılıb ki, ödəyə bilərmi? Biz qısaca ona cavab yazaq ki, biz deməli nəyə baxıb hesabladıq o cavabı? Xətti diaqrama əsasən cavab ödəyə bilməyəcək. Ödəyə bilməyəcək. Bilməz və ya da bilməyəcək. Elə cəmi 65.000 qazanıb.
Qazancı 65 mindir. Əlavə pulu qazanmayıb. Bu qədər. Bu da səhifə 42-də olan məsələ idi. 4